Hər vaxtınız xeyir olsun, əziz və çox dəyərli Azərbaycan xalqımız. Hər birinizə söz verdiyim kimi artıq gəlmişəm, Bərdə rayonundayam. İntiqam balamız, İntiqam Qəmbərovun evindəyəm. Həqiqətən çox acınacaqlı bir vəziyyətdir. Bu gözəl balamız serebral iflicindən əziyyət çəkir. Mən buradan üzümü tuturam Zaur qardaşıma, ATV kanalına. Çox xahiş edirəm, bu gözəl balamıza dəstək olaq, kömək çıxaq, imkanlı şəxslərdən xahiş edirəm. Bu ailəyə yardım edək. Atası rəhmətə gedibdir, ata yoxdur. Bir dənə anasıdır, bir qardaşı var. Anası yəni uşağı götürməkdən artıq onurğa sütununda sürüşməsi olubdur. O da yəni çox çətinlik çəkir. İnan Allaha, elə ailələr var ki, belə uşaqları kimsəsizlər evinə qoyur, internata yerləşdirir. Amma bu ana həqiqətən Allaha and olsun ki, bu uşağa necə baxır, bu uşağın təmizliyinə baxın. Allah özü kömək olsun. Mən çox xahiş edirəm imkanlı şəxslərdən, imkanlı qardaşlarımızdan, bacılarımızdan. Gəlin hər birimiz dəstək olağım. Bərdə rayonunun Əyricə kəndində yerləşir. Məni sevən izləyicilərim də sizlərə dönə-dönə üzümü tuturam. Çox xahiş edirəm. Dəstək olaq və mən bu gözəl balamıza kart açdıracam. İnşallah onun vəsaitinə pullar yüklənsin. Çünki evlərində işləyən kimsə yoxdur. Bir dənə anadır, çörək puluna baxırlar. Heç o da elə bilirəm ki, düşmür. Çörək pulu verilir, yoxsa verilir. Verilir çörək pulu, dövlətimiz yenə sağ olsun. Amma yenə də çox xahiş edirəm. Bu gözəl balamıza dəstək olaq. Evlərin indi mən çəkirəm. Baxın, əziz dostlar, burada deməli, bu evləri yanıbdır. Bu evlər yanıb, külə dönübdür. Baxın, yağış yağır, bax, pis gündə, pis şəraitdə, ev qarğıdandır, nə bilim, palçıqdan zaddan bir təhər bax, bu vəziyyətdədir. Yəni, belə bir acınacaqlı vəziyyətdədir. Mən çox xahiş edirəm imkanlı şəxslərdən. Elə insanlar var ki, şou yaradırlar, şou xətrinə danışırlar, dostlar. Amma mən sırf Bərdiyə bu gözəl balamız, İntiqam balamız üçün gəldim. Mən istəyərəm ki, bizim çox dəyərli insanlar, baxın, uşağı 5 dəqiqə mən qucağımda tutdum, amma həqiqətən çətinlik çəkdim. Bəs bunun anası zülüm çəkmirmi? Yəni, işləmir, onun heç bir şey yoxdur, ancaq bu uşağa baxır. Bir də körpə balası var, ona baxır. Çox xahiş edirəm, gələsiz maraqlanasınız. Zaur bəyə, xüsusən Zaur bəy, sizdən rica edirəm ki, gəlib bu gözəl balamızı çəkəsiniz. Çox xahiş edirəm. Öpürəm hər birinizi, özünüzdən müğayət olun, sağ olun. Və əziz dostlar, gördüyünüz kimi bu qədər əziyyətdən, bu qədər zillətdən, zülümdən bu ana bir də odun doğruyur tək başına. Bu isti peçi həmişə isti saxlamaq üçün odunları doğruyur ki, balaları soyuqdan əziyyət çəkməsin, üşüməsin. Hər birinizdən kömək istəyirəm bu gözəl ailəyə.